Daxildə problemlərimiz yoxdurmu? Başımızdan aşır. Onlar da danışa-danışa çözəcəyik, bəli. Hər dəfə bir problemlə üzləşirik. Bu 5-ci kolonlar ki, bu proseslərdən dəhşətli dərəcədə narahatdırlar, narazıdırlar. Onlar üzərimizə gəlir, gəlməyəcəklərmi? Gələcəklər. Bizə təzyiq göstərməyəcəklərmi? Göstərəcəklər. Amma onu da gərək artıq dərk eləsinlər ki, kənar güclərlə işləyən Azərbaycan vətəndaşları. O proseslər bitib Azərbaycanda. O sadəcə son çırpıntılardır, qalıqlardır. Bu ölkədə vətəndaş çox gözəl anlayır ki, əgər milli dövlət modelinə uyğun, regional əhəmiyyətli ölkə qlobal proseslərdə vacib bir nöqtəyə çevrilmək istəyirsə, özü bu ölkədəki prosesləri burada həllinə çalışmalıdır. Kənardan hansısa gücün ondan istifadəsinə imkan verməməlidir. Bizim üçün bugün vətəndaşlığın düsturu budur. Biz ölkəmizdəki problemləri özümüz həll etməliyik. Necə ki, Qarabağda həll etdik, necə ki, qardaş yardımı ilə bu bizə müəssər oldu. Biz daxili problemləri də burada həll etməliyik. Mənim daxili problemim nə İranın problemidir, nə Rusiyanın problemidir, Vaşinqtonun heç problemi deyil, nə də o maraqlı deyil mənim o problemimin həll edilməsinə. Doğru. O sadəcə hakimiyyətə təzyiq üçün, ölkədə bəlli bir kəsimi saxlamaq istəyir, o zaman onlara dəstək vermək istəyir ki, sabah öz maraqları, bizim yox, vətəndaşları yox, öz maraqları naminə hakimiyyətə təzyiq göstərsin. Yəni, bunun dərk edilməməsi, mənə gəlir ki, 21-ci əsr vətəndaşı üçün bir ayıbdır. Ona görə biz bax, bu cür genişlənən, güclənən, qüdrətlənən ölkəmizin vətəndaşı olmağına qürur duyaraq, hər birimiz üzərimizə düşən işlərimizi yerinə yetirməliyik ki, yeri gələndə tələb etməliyik, yeri gələndə rüşvətə, korrupsiyaya qarşı səsimizi ucaltmalıyıq. Çünki bu bizim kənar güclər tərəfdən ölkəmiz üçün yaradılan problemlərdir. Mən buna adım kimi əminəm. Zaman-zaman bu prosesləri həll etmək, təbii ki, hakimiyyətin üzərinə çürür. Hakimiyyətin bir nömrəli məsuliyyəti bundan ibarətdir. Amma yüklənərək heç bir məsuliyyəti üzərinə götürməmək də o doğru məsələ deyil. Mən düşünürəm ki, etirazlarla, narazılıqlarımızı ifadə etməklə, yol göstərməklə, yeri gələndə təkliflər verməklə biz bu prosesin iştirakçısı olmalıyıq. Bu yol elə özü də hakimiyyətə dəstək və köməkdir. Bir mənalı.